Salam əziz investorlar. Layihə sizinlə əlaqə saxlayır Guru Markets. Korporasiya haqqında ümumi məlumatlarla başlayırıq. Hər bir göstəricini biraz daha ətraflı öyrənəcəyik. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Tədqiq olunan təşkilatın hər bir parametrinə daha diqqətlə baxa bilərsiniz. İndi biz şirkətin əsas fundamental göstəricilərinə baxacağıq. ZipRecruiter Inc. Ticker ZOP. İcmal 21 aprel 2025-ci il tarixinə cari məlumatlardan istifadə etməklə yaradılmışdır. Təsnifatına görə Guru Markets şirkət ZipRecruiter Inc. alt kateqoriyaya aiddir. Outsource staff qiymətləndirmədə 34 şirkət iştirak edir. Bu çox təmsilçidir. Bu videonun sonuna doğru sifariş həllərinə baxın. Sözü gedən şirkət üçün nəticə 10 baldan -8. Alt kateqoriya üzrə orta nəticə 2,3 bal. Geniş baxsanız, bütövlükdə ABŞ fond bazarında. Cəmi birja üzrə orta nəticənin 1,8 bal olduğunu görə bilərsiniz. Üçün -8 xal qarşılığında ZipRecruiter Inc. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi ZipRecruiter Inc. və alt kateqoriyalı paylaşımlar. 12 ay ərzində şirkətin səhmlərinin olduğunu görə bilərik. ZipRecruiter Inc. -47%lik bir dəyişiklik göstərdi. 1,4% alt kateqoriyasında qiymət dinamikasına qarşı. Bu bir mənalı olaraq heç nə demir, lakin bu faktı yadda saxlamaq lazımdır. Şirkətin bazar kapitallaşması ZipRecruiter Inc. 0,54 milyard dollardır. 94 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə. ZipRecruiter Inc. 0,576% paya malikdir. Bu, alt kateqoriyadakı kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 0,1 milyard dollar həcmində qiymətləndirilir. 24 milyard dollarlıq alt kateqoriyanın balans kapitallaşması ilə. ZipRecruiter Inc. 0,31% paya malikdir. Birjanın işğal olunmuş səhmlərini və balans kapitallaşmasını müqayisə edərək aşağıdakıları görürük. Paylaş ZipRecruiter Inc. alt kateqoriyada bazar kapitallaşması qiymətləndirilərkən 0,576% təşkil edir. Balans dəyəri 0,31% təşkil edir. Mübadilə dəyərinin payından 95% azdır. Şirkətin bazar payının və alt kateqoriyanın balans dəyərinin qiymətləndirilməsi pis, -1 bal. Şirkətin borc öhdəlikləri 0,31 milyard dollar təşkil edir. Kapitallaşma üzrə borc şirkətin kapitalının 3100%-ni təşkil edir. Şirkətin borc öhdəlikləri səviyyəsində nəticə çox pis, -2 bal. Şirkətin səhm qiymətinin mənfəətə nisbəti 0-a uyğundur. 36,3 alt kateqoriya üçün orta göstərici ilə bu alt kateqoriyadan əhəmiyyətli dərəcədə pisdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin bazar dəyərinin mənfəət göstəricilərinə görə qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət -13 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəət məlum deyil. Bu şirkət üçün pisdir. Proqnozlaşdırılan gələcək mənfəət göstəricilərinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi pis, -1 bal. Şirkətin qiymət-satış nisbəti 1 idir. Alt kateqoriya üzrə orta göstərici 1,4 təşkil edir ki, bu da alt kateqoriyadan 21% aşağıdır. Birja qiymətinin göstəricilərinin onun gəlirinə alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi yaxşı, 0,5 bal. Son 12 ayda gəlir 470 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Və bu, şirkətin perspektivləri üçün mənfidir.
Proqnozlaşdırılan gələcək satış göstəricilərinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi, PIS, -1 bal. Marja -2,7% təşkil edir. Alt kateqoriya üçün orta hesabla 3,8%-dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 6,5% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə marjinallığın qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 0,281% təşkil edir. Bu, bazar kapitallaşma payından 105% azdır. Bu fakt şirkətin cari bazar dəyərinin balanssızlığını göstərir. ZipRecruiter, Inc. daha çox yenidən qiymətləndirməyə doğru. Şirkətin hər bir işçisi üçün bazar kapitalının məbləği $543.000 bərabərdir. Alt kateqoriyada isə $265.000 var. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 104,9% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bir işçiyə düşən bazar kapitalının miqdarının qiymətləndirilməsi, dözümlü, 0 bal. Bir işçiyə düşən mənfəətin məbləği -$12,800.000-dır. $7,300 alt kateqoriyada orta hesabla. Və alt kateqoriya orta göstəricisi ilə şirkətin performansı arasındakı fərq 75%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin fərdi işçisinə düşən mənfəətin qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Şirkətin hər bir işçisi üçün satış payı $474.000-dır. Alt kateqoriyaya görə $195.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 143%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə fərdi işçiyə düşən gəlir payının qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Satış əməliyyatlarının həcmi 9,4%, alt kateqoriya üzrə orta hesabla 4,9% təşkil etmişdir. Bu qısa sıxılma göstəricisidir. Texniki göstərici RASO 14 şirkət üçün %45 səviyyəsini göstərir. ZipRecruiter, Inc. Alt kateqoriyada isə RSI səviyyəsi 14,43% təşkil edir. Orta hesabla alt kateqoriyanın qiymətli kağızları şirkətin səhmləri ilə eyni qiymətləndirilir. ZipRecruiter, Inc. Şirkətin səhmlərinin faktiki qiyməti təxminən $5,52-dır. Şirkətin səhmləri üçün konsensus qiymət təxmini təxminən $7,61-dır. Cari qiymətlə konsensus proqnozu arasındakı fərq təxminən 38%-dir. Gəlin sifariş cədvəlinə keçək, o sizin üçün əlçatandır. Link bərkidilmiş şərhdədir. Sifariş cədvəli əvvəllər müəyyən bir mövsümdə səhm qiymətləndirmə məlumat və istinad sistemi tərəfindən qəbul edilmiş bütün qərarları ehtiva edir. Güruh, Markets. Sifariş cədvəlinə giriş pulsuz və pulsuzdur. Link bağlanmış şərhdə. Səhmlərin qiymətləndirilməsi nəticəsində ZipRecruiter, Inc. Səhmlərin qiymətləndirilməsi üçün məlumat və arayış sistemi Güruh, Markets aşağıdakı qərar qəbul edildi. $5,51 qiymətində satış əməliyyatı açın. Sifariş açıqdır, çünki şirkət kifayət qədər aşağı qiymətə malikdir. Təşkilat qiymətləndirmə metodu, Akimin indeksi əsasında qiymətləndirilib. Mənfəət götürmək 4,72 səviyyəsində müəyyən edilmişdir. Zərərin dayandırılması 6,3 səviyyəsində müəyyən edilmişdir. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, bu halda əməliyyat 21 may 2025-ci il tarixli mübadilə sessiyasının nəticələrinə əsasən müstəqil şəkildə bağlanır. Və ya göstərilən tarixdən əvvəlki son ticarət günündə. Ticker, KFY, əsas alış sifarişinə çevriləcək. Əsas sövdələşmə ilə bağlı video artıq kanalda yayımlanıb. Sifarişlərdən birini bağlayarkən əsas və ya balanslaşdırma.
İkinci sifariş cari qiymətə bağlanır. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Güruh Markets